Arvadım rəhmətə gedəndən sonra ümidim qaldı oğluma. Oğlum universitetdə oxuyurdu. Amma zalım fərər imkan vermədi. Arvadımın ölümündən sonra onu da mənim əlimdən aldı. Salam usta. Boşsan ha? Aleykümselam. Nə lazımdır? Zibilə qalsan, heç olsa tələsdiyim yerdə Keymullan biri gəldi, çıxdı ayağımın üstünə. Bir dənə bu Gəl təmizlə. baxalım. Darıxma. Biraz tez ol, iclasa getməliyəm. Cavanlarda nə mədəniyyət qalmayıb, heyvan kimi adamın üstünə çıxırlar. Allah sünküləri saxlasın. Mənim də bir cavan oğlum var idi. Amma vaxtsız... Alo. Hə? Nə? 10 dəqiqə çatıram. Sev dedi, hamıya xəbər eləsin, hamı orada olsun. Hə, oldu. Hə, onu deyirdim baxı. Əcəl imkan vermədi. Bu tayını da təmizlə. Hə, oldu. Gəl. Alo. Salam aleyküm dayı. Aleykümselam. Dünən ayaqqabı vermişdim, sizə dedi sabah gəl götür. Dənə alınır sana. Hə, demə. Hapsadır, baxım. De orada. Ha, bu Bəli. hazırdır. 5 dəqiqəlik işi var. Gözlə, saat Hə, yaxşı gözləyirəm burada. Nə işin sahibisən bala? Tələbəyəm dayı. Nə yaxşı. Mənim oğlum da universitetdə oxuyurdu. Amma qismət olmadı. 8 ay olar ki, rəhmətə gedib. Da. Hə, oğlum. Ağır dərddir. Neyləmək? Burada offside yox idi axı. Eyf. Heyf. Əlbəttə heyf. Həyatdır da. Bütün qanım qaraldı. Cavan getdi oğlum. Çox cavan. Ha, ne oldu Elmi? Gözlə gəl. Tez elədi ha. Ay hazırsa götürmə onu. Hə, hazırdır. Buyur. Oldu dayı. Sağ ol. Ürəyim az qala partlasın.
dərdimi etməyə bir adam yoxdur. Hər gün yanıma o qədər adam gəlir. Amma biri də dərdimə şərik olmur. Salam. Bu çanta dikiliş yerində sökülüb. Buna bir əlac edə bilərsiniz? Baxım görün. Əyləşin. Düzəldərəm. Bilinməyəcək ki, Brandy. Bilinməz inşallah. Əyləşin. Günel, sən niyə belə işlərini qardaşına gördürmürsən ki? Mitak bütün günü gəzir də avara-avara. Xasəbə bir xeyri olardı. Mələkə, bilmirsən ki, ona iş gördürmək olmur. Həmişə atmaska tapır. İşim var, başım qarışıqdır, vaxtım yoxdur, nə bilim nə işi. Əşi, oğlanların hamısı elədi. Düz düşür. Mənim oğlum da elə idi. Kaş indi o sağ olaydı. Uyda, buna bax hələ. Neçə aydır ki, bu modeldən axtarırdım. Ha, qız durub getdəydə də nə oldu? Gecə hazır olar. Yox. Hazırdır. Buyurun. Adam doğmasını itirəndən sonra qədrini bilir. Çox sağ olun. Ay salam əleyküm usta. Ay əleyküm salam. Mən bu ayaqqabıma bir enzam çəkə bilərsən. Ver baxım da. Ya Allah. Hələ əsas bu bir tayıdır. Hə. Usta, gec olar. Gərək gözləyəsən. Ay kişi, məclisim var. Ölüyəsi mənə gözləyir. Ölüm demə qardaş, ölüm demə. İndi ölüm biz qocaları qoyub düşüb bu cavanların dalıca. Ha, elə mənim bir oğlum var idi. Cavan bir oğlum. Onu da əlimdən aldı. Ölüm demişken, biri var. Yapma diye. Bir ayda kartıma pul atmalıdır sağlam oğlu. Hele de atasının məclisini, qırxını, hamısını necə lazımdır yola vermişəm. Ancaq pul atmayıb kartı. Deyən hanı bu? Bunun nömrəsi, şu qəribə. Deyən indi onu kazinit diyeceğim hemen. Böyle şey olur. Aha, tapdım. Ay salam əleyküm. Qardaş oğlu. Necəsən? Ay Allah to rəhmət eləsin. Qardaş oğlu. Bu zəhmət haqqı var idi ya. Onu at da. Kardeş oğlu karta at. Ayrı bir şey ağlıma gelmesin ha. Hiçbir ihtiyaç değil. Sadece onun koy savabı rahmetli atova çatsın. Ona göre başka şey yoktu. Ay sol hele hemen karta atarsan. Allah to rahmet eylesin. Allah to rəhmət eləsin. Daima kuru qlasutçunu qulluğunda hazıram. Sağ ol. Gözləyirəm, sağ ol. Buna bax, mənə kəf gəlmək istəyir.
Mənə kəf gələn küf atar. Hə? Keşke ben öyleydim. Oğlum sağ kalaydı. A kişi. A ehsan qutardı ya. Ha mən məclisə getməliyəm. Məclis heyəti məni gözləyir. Hazırdır, gel götür. Oğlunun adı neydi? Veli. Allah bu Vəli balaya rəhmət eləsin. Sən kaşlıqlı deyəsən, evdə qaldı. Ustad bir, Yasin oxuyaram bu Vəli bala üçün. Raşad olar. Sağ ol. Allah imanı kamil eylesin. Sağ ol. Salam Rahim. Bana 3 tane səssizqə ver. Bir tane də çörək. Ağsaqqal yenə nisiyə. Bilirəm Rahim, sənə çox borcluyam. Amma neynəmək olar? Özün bilirsən də vəziyyəti. Oğlum öləndən sonra əlim ayağım soyuyub. Halım da pisləşib. Bilirsən bəlkə... Sən kişi, yaxşı da. Ha, belə olmaz axı. Dayadam adamı bir yerə qədər başa düşər də. Dəftərə bax. Dəftərə bax, hamısı sənin borcların deyil. Vallahi Rahim, qaytaracağam. Hamısını qaytaracağam. Biraz möhlət ver mənə. Götür, yoxsa. Götür. Amma da gələn səfər üz vurma. Bugün sabah oğlumun illi yaxınlaşır. İmkan tapıb qəbrin üstünü də götürdürə bilməmişəm. Eybi yox. İnşallah pul tapıb götürdürəcəyəm. Həyat ömür bəd yaman, heç açılmır asman. Üz döndərib yaradan, məndən səndən dünyada ayaman. Sevinç gedir ey insan,